Salam dostlar. Bugün sizler üçün artıq dim sınaqlar toplusunun 9-cu sınaq suallarını izah edəcəm. Həm uzun, həm qısa formalarda necə həll eləmək olar, nə anlamını verir bu misallar, hamısını bir-bir izah verirəm. Keçirik suallara. Birinci sual. Birinci sual bizdən nə tələb olunur? Def açar sözlə funksiya təyin olunub. Buradan qaranlışı götürək. Funksiyanın adı da f yazılıb. Yəni siz istənilən bir ad yaza bilərsiniz bura. Burada məlumdur ki, 5 götürüb yuxarı qalxır funksiya və işə başlayır öz funksiya iş prinsipini yerinə yetirməyə. Buradan biz görürük ki, inin qiymətləri 1-dən 6-ya qədər olacaq. 1, 2, 3, 4, 5. Hər dəfə ədədi 1-ə həmən elementləri bir-birinə vurursa, deməli bu faktorial tapır. Deməli 1-dən 5-ə qədər ədədlərin faktorialı 120-dir, D variantı. Bəs necə yazmaq olar daha yaxşı? Faktorial funksiyanı tutaq ki, klaviaturadan hər hansı bir ədəd daxil etməkdən əvvəl biz modul qoşaq. From matematika import faktorial və faktorialı tapmaq istədiyimiz ədədin faktorialını yazırıq. N bərabərdir, yəni ədədi daxil edirik, int input, belə. Və print faktorial həmən n. Məsələn, artıq siz həmən ədədin faktorialını, bir dəqiqə buranı bağlayaq. 5, buyurun, belə. Yəni, onun qısa versiyasını belə yazmaq olar. Keçirik növbətiyə. 3. Bizdən nə tələb olunur? 2 dənə parametr verilib, yəni bu sağ-sol belə bu formada izah edirəm. 2 dənə element var burada, daha doğrusu argument var. Deməli, biri 255-dir, bura 255. Burada nə iş görür və 2 də buradadır. Aşağı düşürük, 255 böyükdür 0-dan, 255-in 2-yə bölməsi alınan qalıq. Deməli, əvvəl qalıq tapıb, sonra bu üstə gəlirsə, deməli, bu say sistemlərinə arxadan qabağa gəlmirik mi qalıqlı bölmə eləyəndə? Bu, həmən say sisteminə çevirir. Deməli, 255-in ikilik say sistemində kodu. Yeganə ədədlər var ki, onların yazılışında hamısı 1-dir. Misal üçün, 15, 7, 255. Hansı ki, bu 255, yəni 8 dənə 1 eləyir ikilik say sistemində. Biz başa düşməliyik ki, klaviaturadan daxil etdiyimiz ədədin ikilik say sistemində yazılış eləmək üçün n bərabərdir int input, hər hansı bir ədəd daxil edirik. Python'ın belə stroyni funksiyaları var, yalnız mənim kanalımda görə bilərsiniz belə şeyləri. 1000, yəni ikiliyə çevirmək, n və ikinci simvoldan o tərəfini oxuyuruq ki, biz doğru cavab versin. Qutarı getdi. Yazıram 255, buyurun, istənilən bir ədəd üçün bu qədər qalıqlı bölmə yox, birbaşa. Əslində bunun arxa planı budur, amma biz daha yaxşısını fikirləşməliyik. Belə. Növbəti məlum oldu, o nə iş görürsə. İkinci misal çox maraqlı misallardan biridir. Bunu həlləməyə çalışaq. Yəni, rekursiv funksiya var burada. Funksiyanın içində funksiya çağırılırsa, buna deyirlər rekursiya. Deməli, biz görürük ki, funksiya buradadır. S bizdə 0, yəni 0 ilə təyin olunubsa, buna qabaqki dərslərdə qeyd eləmişəm, ya cəmi tapır, ya da sayını. Biz də indi görək bu nə iş görürsə. i-nin qiymətləri 1-dən 8-ə qədər 1 götürür, yuxarı qalxır və 1 kiçikdir 3-dən bəri 1-i qaytarır. Sonra 2-ni götürür, 2 kiçikdir bəri sonra 1-i qaytarır. Üst-üstə gəlir, yəni bu cəmini tapır. Sonra 3 kiçikdirmi yox. Artıq funksiya 1-in cavabı 1 idi. Funksiya 2-nin cavabı da 1 idi. İndi funksiya 3. 3 kiçikdir 3-dən yox. Funksiya 3-dən 1 çıxanda elir 2. Üstə gəlsin funksiya 3-dən 2 çıxanda elir 1. Bunları da yerinə qoyuruq artıq. Bunların qiymətləri məlum idi. Ta 1 də axtarmırıq. Və bunların cəmi də elir 2. Və salam və belə davam edir. Bu zaten siz belə misalları avtomatik görən kimi başa düşməlisiniz ki, bu Fibonacci sırasına aiddir. Fibonacci ədədləri. Fibonacci sırası əslində 0, 1, 1, belə hər bir ədəd özünə əvvəlki ədədin cəmləri və sağa yazılır. Bu sıraya deyilirdi. Amma burada 0-ı nəzərə almayıblar. Burada başlayır 1-1-dən. Bizdən də
i-nin qiymətləri 1, 2, 3, 4, 5, 6, 7 olduğu üçün 1, 1 var və növbəti Fibonacci sırası hansı olur? 1, 1 belə. Düzdürmü? Sonra 2, sonra 3, onların cəmi, sonra 5, sonra 8, bu da 10, 3, düzdürmü? Deməli, ilk 7 elementin, ilk 7 Fibonacci sırasının cəmini soruşur buradan. Burada da biz görürük ki, bunların cəmi 10 eləyir, bu da 20, bu da 33 və salam. Yəni, biz daha götürüb hər dəfə bunu hesablamaqdansa, Fibonacci sırasının ilk 7 elementin cəmini tapmaq məncə daha məqsədə uyğundur. Əslində, bəs Fibonacci sırasına aid mənim dərslərim, mən öz proqramlaşdırma dərslərində bunları keçirəm. Maraqlananlar yazıb, yəni dərslərimi qoşula bilər. Ayın 27-si yeni bir qrup olacaq. Həmən o qrupda hal-hazırda yəni qrup aktivdir. Hal-hazırda yəni ətraflı maraqlanmaq istəyənlər mənə yaza bilər. Deməli, Fibonacci sırasının ilk elementləri A və B kimi götürürəm. 0 yox, 1 və bunların yazdığı kimi 1 və 1. Cəm də bərabərdir 0. For dövründən istəyirəm. For x in range. Neçə dənə ilk neçə elementin cəmini tapmaq istəyirəm mən. N yazıram burada. Int input. Hər hansı bir ədəd daxil edirəm ki, ilk neçə elementin cəmini tapmaq istəyirəmsə. Həmən N-i bura daxil edirəm. Əslində daha qısa yazmaq olar. Və cəmin üstünə gəlirəm. Cəm üstəgəl bərabərdir. İlk element A olduğu üçün və burada A və B dəyərləri dəyişilir. Bayaqları izahda qeyd elədim ki, A olur B bizdə, B də olur A plus B. Belə. Baxaq görə print cəm bizə həmən nəticəni verirmi? Tutaq ki, ilk 7 elementin cəmi bəli, tamamilə doğrudur. Bəs sual yaranır ki, burada 7 qoyanda bəli 0, 1, 2, 3, 4, 5, 6, yəni 7-yə qədər. Ya da birdən başlamaq istəyirsə yaza bilərsiniz. Misal üçün 1, burada n də plus 1 yazmaq olar ki, yenə də doğru cavab verəcək bizə. Bu da belə. Deməli, növbəti misal bizdə 4-cü misaldır. 4-cü misalda ilk əvvəl bu f adlı funksiya 2 dənə def, yəni funksiya təyin olunur. Bir funksiyanı əvvəl tapmaq lazımdır ki, sonra da növbətiyə gələcək. Yerinə qoymaq lazımdır elementləri. 3, 2, bunlar faktiki parametrlərdir. Qoyuruq burada. Bunların cəmi ondan böyükdürmü? Yəni 3 üstəgəl 207 böyükdürmü? Ondan yox. Deməli, bu funksiya yəni if şərtini ödəmədi. If şərtini ödəmədiyi üçün return gəldi bu hissəyə. Deməli, A vur B bizə nə qədər eləyir? 6 üstəgəl 2 deyilir 8. Düzdürmü? Deməli, bu funksiyamın cavabı oldu 8. 8-i yerinə qoyuruq burada. Deməli, artıq bu funksiyaya gəlməliyik ki, ümumilikdə cavabı tapaq bunu. Deməli, burada 3 eləyir, burada da 8, yəni bu funksiyanın cavabı 8 olmuşdur. 3 bərabərdirmi 8-ə? Yox. Onda gəlirik burada return. Y bizə 8-i 8 vur 2 eləyir 16. Ümumilikdə bu funksiyanın cavabı elədir 16 və salam. Bu nə hesabladı biz bilmirik. Sadəcə olaraq hesablamağı öyrəndik. Bunun qısa versiyasını yazmağı məna görmürəm. Keçirik növbətlərə. Deməli, biz burada nə iş görürük? İxtiyari n natural ədədi üçün Python dilində tərtib olunmuş proqramın təyinatı müəyyən edin. Bu proqramı tamamlamaq üçün bizə n lazımdır. N parametri n bərabər yazırım burada int input hər hansı bir tam ədəd daxil edirik. Düzdürmü? Sonra burada da natural ədəd deyirsə, bunun yəni absolut qiymətini hesablamıram. Və printə verirəm. Print bu funksiyaya həmən n-i və yuxarı qalxıram tam işləməsi üçün. Birdən götürüb işlədərsiniz, yəni sizdən soruşar ki, bu n nədir falan, yəni nəzərə almaq lazım ki, funksiyanı tam yazmaq lazımdır bu formada. Tutaq ki, mən 5 daxil etmişəm. Nə iş görür bu? S bərabər 0, K bərabər 1, n böyükdür mü 0-dan bəli. Burada qalıq 2. Yəni, zaten əslində məlumdur ki, 2-yə qalığı tapırsa, sonra da 2-nin tam hissəsini götürürsə, deməli, bu söhbət ikilik say sisteminə gedir. Yəni, klaviaturanın daxil etdiyimiz ədədi ikilik say sisteminə çevirir. Bayaqları bunun daha qısa versiyasını qeyd elədim.
Yəni hesablaya bilərik, yenə də hesablama qaydasında öyrədim. 5 böyükdürmü 0-dan, bəli. Burada qalır. 5-in 2 bölməsini alınan qalıq 1 eləyir. S bizdə 0-dır. 0 üstə gəlsin. 1 vurulsun 1 eləyir. Düzdürmü? Sonra K olur bizdə 10. N də olur bizdə 2. Yəni 5-in içində 2 dəfə tam yerləşir. 2 böyükdürmü 0-dan? Bəli, 2-nin 2 bölməsini alınan qalıq 0 eləyir. Deməli, bizdə S 1 idi. 1, yəni bayaqları biz 1-1-ə vuranda 1 üstə gəlinsin, K bizdə nə qədər idi? 10, onu 0-a vuranda 0 eləyir, yenə də bu 1 olaraq qalır. Burada da eləyir 100, düzdürmü? 2-nin içində 2-nin içində tam yerləşir 1 dəfə. 1 böyükdürmü? Bəli, buradan 1 qalıq verir. Burada bizdə nə qədərlir? S bizdə 100 idi. 100 üstə gəlsin, 1 vurulsun, 1 də eləyir 101. Burada da olur 1000, düzdürmü? Burada da olur 1-in içində 2, 0 dəfə tam yerləşir. 0 böyükdürmü? Yox, misal bitir. Bizə də S-i çap elə deyir burada. Ona görə ikilik qarşılığını qaytardı. Belə. Tabi bunu buradan anlamaq olur nə işə yaradığını. Yenə də fərqli ola bilər, amma belə hər hansı bir ədədə qalıqlı bölmə falan qeyd edilirsə, həmən sayı sistemində keçid nəzərdə tutulur. 8-ci suala baxaq. Bizdə funksiya burada bu işi görür. Funksiya nə edir? Hər gələn elementi sətr tipinə çevirir və rəqəmləri cəmini tapır. Zaten məlumdur. Fikir verirsinizmi? Birbaşa heç bir dəyişiklik eləmədən hər bir rəqəmləri cəmini tapır və funksiya həmən rəqəmlərin cəmini qaytarır. Burada da həmən rəqəmlərin cəmini verir. Deməli, nə iş görür? Funksiyada qeyd olunan bizə listin içindəki elementlərin, yəni ədədlərin hər birinin rəqəmləri cəmini tapır. Deməli, ümumilikdə bu rəqəmlərin cəmini tapmaq kifayət edir ki, cavabı da tapmış oluruq. Burada elə 9, 10, deməli 17, 24, 30, 47 və salam. Yəni, ardıcıl olaraq bunları hesablayırız. Bunları bu qədər hesablamaqdansa elə ikinci foru bura yazıb, ya da ümumilikdə, yəni biraz qısa versiyasını yazaq bunun, necə yazmaq olar? Deməli, ls bərabərdir, bizdə bir dənə list verilib, 2, 3, 4, vergül 12, 5, 6, 7, 8, 234. Düzdürmü? Siz də bu kimi, mənim yazdığım kimi qısa kodları, qısa formaları öyrənmək istəyirsinizsə, qoşulun dərslərə daha necə lazımdır öyrənin. Print, bir printin içində yazmağa çalışacağım bunu. Sum və yenə də sum yazaram. Niyə yazıram? Çünki rəqəmləri cəmini tapmaq lazımdır. Deməli, burada mapdən istifadə edərək int tipini mənimsədirəm hər bir x elementinə. Sonra buradan for x in mapdən istifadə edərək yenə də stringə çevirərəm hər bir ls-in elementlərini. Qurtardı getdi. Bizim yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 sətiri bizim cavabımız belə olur. Və salam. Bunu da bu formada yazmaq olar. Yəni hər bir elementi stringə çevirdim ki, sonradan təzədən yenə də string eləməyim. Onsuz da burada elədim, orada elədim, yenə fərqi yoxdur. Bu formada. Keçirik növbəti 6-cı misala. 6 bizdə nə iş görür? Deməli, bu listin elementlərini götürüb yuxarı qalxırıq və hər biri, əslində bu kimi misallarla işləndə mütləq listi indeksləmək məsləhətdir. 0, 1, 2, 3, 4, düzdürmü? Deməli, inin qiymətləri olur 0-dan, misal üçün burada 5 element var, 5 olur, burada 4 olur. Niyə 1 çıxmaq lazımdır? Çünki listdən qırağa çıxmaq üçün. Çünki biz burada şərtdə 2 dənə elementi sverka edirik. Hansı elementlərdir? 0 üstə gəl 1 eləyir. 1 və 1 kiçikdirmi 0-cı elementdən? Bəli. 1 kiçikdirsə onların yerini dəyişirəm. Yəni 2 ilə 1-in yerini dəyişdim. Burada zaten o işi görür. Yəni burada oldu 1, burada oldu 2. Sonra növbəti 2 kiçikdirmi 4-dən? Yox. 4 kiçikdirmi 5-dən? Daha doğrusu 2 böyükdürmü 4-dən? Yox. 4 böyükdürmü 5-dən? Yox. 5 böyükdürmü 3-dən? Son gəlir də. Bu da olur, bəli. Deməli, bunların da yerini dəyişəndə olur 3 və 5. Və salam. Deməli, 1, 2, 4, 3, 5. Sadəcə, yəni, qonşu elementlər bir
əvvəlki element sonrakindən böyükdürsə, onların yerini dəyişdi. Və salam. Bu qədər mənimsətmələrdənsə başqa bir formada mənimsətmə daha maraqlı olar. Sonra 9. 9-da bizdə nə istəyir? Funksiya 5 qiymətini alır və burada 5-i götürür. Nə iş görür? I bizdə 1-dir. 1-i vurur string 1-ə. Yəni hər bir elementdən özü qədər 5 də daxil olmaqla hamısını belə cavab qaytarır. Deməli, bu nə iş görür? Əvvəl 1, sonra 2-lər, sonra 3-lər, sonra 4-lər və 5-lər. Bu da Y variantına uyğun gəlir. 5 özdə daxil olduğu üçün. Artıq i6 olanda cavab doğru verməyəcək. Yəni, misal bitəcək daha doğrusu. Keçirik 7-yə. 7-də nə iş görür? 7-də bizdə n string verilir. Bu o split. Bunu listə çevirəcək bizə. Hər bir element string formada. Və yuxarı qalxırıq funksiyaya. Buradan fikir verirsiniz. Funksiya burada var və yuxarı qalxırıq bura. Burada nə iş görür? Rəqəmləri sayı 2-dən çoxdursa, ədədi 2 dəfə çoxaldıb, yəni yerini dəyişir. Yox, rəqəmləri sayı 2-dən 2-yə, yəni 2-dən azdırsa, 2 və daha azdırsa, həmən elementdən 2 dəfə təkrarlanır string olduğu üçün. Bizdə də nədir? 15. 15-in uzunluğu 2-dir. 2 böyükdür 2-dən. Yox, gəlir bura. 15-dən 2 dəfə təkrarlanır. Join-də neyi necək? Birləşdirəcək. 15 və 15. Sonra 123, bəli, bunun len uzunluğu 3-dür. 3 böyükdür. Bəli, bunu 2 dəfə artırır. Özünü tam ədəd edib. Yəni, bu olacaq 246. Sonra 7. 7-də bir element var. 1 böyükdürmü? Yox. 7-dən 2 dəfə olacaq. Və 100-dən də 200 olacaq. Və salam. Cavab C variantı. Belə. Elə misallar var ki, misal üçün onları qısa yazmaq olar. Elə misallar var ki, yəni qısa yazmağın mənası yoxdur. Qısa yazmaq olar, misal üçün bu hissəni, o hissəni, digər hissələri, əslində bir sətirdə yazmaq olar bunların həllərini. Birdən fikirləşərsiniz ki, yazmaq olmaz. Baxın. Deməli, bizdə bir list verilib, düzdürmü? Hətta bunların hamısını bir listə, birinin içinə yazım. Print, bunu biraz uzadacağım. Print, join. Mənə nə qaytarmalıdır? Elementi 2-dən belədirsə, 2-dən böyükdürsə, string, int x vur 2. Daha doğrusu vur 2 belə. Şərti qoyacağım bura. If əgər len x böyükdürsə 2-dən, else x vur 2. For x in input .split. Belə. Görürsünüzmü? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 11 sətri bir sətrə yazdıq. Demək, həmən elementləri daxilləyəcəyik. Bir dəqiqə. Həmən elementləri indi bu tərəfə biraz daha dartın bunu. Bir dəqiqə. Həmən elementləri burada daxilləyək. Bizdə elementlər nədir? 15, 123, 7 və 100. Orada səhv eləmişik. Bir dəqiqə. Burada 2 dənə qüvvət yazmışam. Sorry. 2 dənə qüvvət yazmışam. 2 vurmaq əvəzinə. Təzdən daxilim həmən ədədləri. Oy, tamamilə doğru cavab. Görürsünüzmü? Yəni, elə misallar var ki, yazmaq istəyirəm. Elə misallar var ki, o qədər də maraqsız olur yazmaq. Bu da belə. Keçirik növbətiyə. 10. Bu yazılışı mən avtomatik görən kimi şagirdlərimə də deyirəm ki, bu yazılış avtomatik olaraq bu hissə Evklid algoritmidir. Evklid algoritmi və əbobu tapır bu burada.
Ondan qabaq isə bu iki ədədin hasilini tapır. Yəni 16 vurulsun 24, düzdürmü? 16 vur 24 belə yazılıbsa, deməli, burada əkobdan da söhbət gedir. Burada, baxın, əbob və əkobun cəminin tapıldığını qeyd edirik. A bizdə əbobu tapacaq. Burada da əkobun içində tam neçə dəfə yerləşirsə bunu götürür və indi bəs bunun hesablama qaydası var axı. O hesablayaq. Deməli, 16 ilə 24-ü biz necə hesablayaq? Misal üçün, böyükdürmü? Tutaq ki, 26-dan 24-dən bunu çıxanda eləyir 8. Orada da 16-dan 8 çıxanda eləyir 8. Yəni, bu zaten məlumdur ki, bu ədədin əbobu 8-dir bu iki dənəsinin. Burada isə əkobu tapmaq üçün 8-i bölürəm bura. Bununla bu gedir, qalır burada 2. 2-ni də buna vuranda eləyir 48. 48 üstə 8 də eləyir 56. Düzdürmü? Yəni, əgər 10-cu sualla bağlı qısa yazılış falan istəyirsinizsə, mənim kanalımda n ədədinin əbobun, əkobun tapılması və yaxud elə bir cütün tapılması belə bir dərslik var. Məsləhət görürəm ki, ona baxasınız. Keçirik 11. 11-də nə istəyirlər bizdən? Yoxlayaq. Tamamlamaq üçün bu proqramı yazıram burada. Misal üçün S bərabərdir bir input. Düzdürmü? Burada da print funksiyama verilən funksiya S və qalxır yuxarı. Tutaq ki, yazıb ki, aralarında bir boşluq olmaqla sözlərə ibarət ingilis əlifbasının simvolları ibarət S mətni üçün alt proqram nəyi geri qaytarır? Yoxlayaq. Yazıram misal üçün. Salam, necəsən? Haradasan? Tutaq ki, belə oldu. Bu M, yəni funksiya işə başlayır. M bərabərdir. Find nə iş görür? Axtarır və ilk qabağına çıxacaq boşluğu indeksini qaytarır bu. Bu neçənci indeksi? 0, 1, 2, 3, 4, 5. 5-ci indeks. M oldu 5. Deməli, burada S sətri artıq dəyişilir. Fikir verin, M üstə gəl 1, birdən o tərəfə. Yəni, növbəti boşluqdan o biri tərəfə. Hamısını hesablayır. C bərabər 0, for in S, S artıq burada necəsən, hardasandan sonra. Necəsən, boşluq, hardasan sözləri qalıb. If, I boşluqdan fərqlidirmi? Bəli, necəsəndən fərqlidir. C bərabər üstə gəl 1, C olur 1. Növbəti if, bu ödəndiyi üçün bunlar iç-içə iflər, yəni bir-birinə asılı iflərdir. Burada yoxlayıram. 1 kiçikdirmi? 5-dən bəli. M bərabər də olur 1. Sonra I olur bizdə nə? E boşluqdur C2. 2 kiçikdirmi? 1-dən yox. Heç vaxt yəni kiçik olmayacaq artıq. Nə iş görür? Yaxşı. İndi baxın, ən uzun sözün uzunluğu yox. Ən uzun sözün uzunluğu 1-dirmi? Bu M həmişə 1 qaytaracaq. 1-dən o tərəfi yoxdur. Hər bir sözün uzunluğu yox. Boşluq simvollarının sayını yox. Boşluq 2 dənə idi. Ən qısa sözün uzunluğu, ən qısa söz yoxdur burada, ən qısa söz boşluqdur. Sözlərin sayını yox. Bir sözlərin sayı deyil, 3 dənə söz daxil etmişəm. Bu misal belə baxanda şeyi qaytarır. Deməli, birinci boşluqdan sonraki boşluqdursa, yoxsa nədirsə, sadəcə onu qaytarır və salam. Və yaxud hər hansı bir elementdirsə, tək elementdirsə onu qaytarır. Və tək element yoxdursa nə qaytarır? Boşluq qaytarır. Ona görə bu səhvdir. Yəni, olsa ki, misal üçün, rus dilində bir şey yazım. Privet. Adı где. Misal üçün də. Tını da bu formada yazdım. Misal üçün, privetdən sonra boşluq var. Boşluqdan sonra da A var. Baxın, bu A-nı qaytaracaq. O, əgər varsa, yoxdursa neyinəcək? Heç nə. Yəni, bu konkret olaraq cavab yoxdur burada. Sonra 13. 13 bizə nə istəyir? Alt proqrama bu ədədləri daxil edəndə parametr kimi götürülürsə, alt proqram neçə dəfə 4 rəqəmini qaytara bilər. Yəni, geri qaytarar. Yoxlayaq. Tutaq ki, burada n bərabərdir yazmışam. Yenə də int input, print funksiyamı vermişəm. Həmən n-i və yuxarı qalxıram. N bərabər 0. N fərqlidirmi? Bəli, tutaq ki, bu. Qalıq nə qədərdir? 4. 4 böyükdür 0-dan, bəli, m olur 4. Sonra bunların elementlərin içərisində 4-dən böyük element varmı? Yox. Demək, bu nə iş görür? Ədədin rəqəmləri içərisində 4 və kiçik olan, amma 4 mütləq olmalıdır. 4 və kiçik elementlər varsa,
o zaman həmişə 4 qaytaracaq. 7 bu ədədin içərisində ən böyük rəqəm 7'dir. Burada isə 7'dir. Burada yəni 4 qaytarmayacaq. Burada 3 qaytaracaq. Burada 4 qaytaracaq. Burada 9 qaytaracaq. Burada 4 qaytaracaq. Yəni 4 və kiçikdir, bərabərdir varsa elementlər, ədədin rəqəmləri içərisində həmən o formada bu bizə cavab qaytaracaq. Əslində bunu daha yaxşı yazmaq olar. Hər bir ədədin rəqəmləri içərisində 4 qaytarması üçün biz yoxlaya bilərik bunu belə. Mən misal üçün belə yoxlayıram. Reski belə kodlar gəlir hərdən bir. Tutaq ki, neçə dəfə 4 rəqəminin sayını tapaq. Say üstə gəl bərabərdir. Say bərabərdir 0. For x in input.split. Düzdürmü? Yoxlayıram. If əgər maksimum x bərabərdirsə 4'ə, onda say üstə gəl bərabərdir 1. Maksimum element 4'ə bərabərdirsə, onda yoxdursa deməli, bəs bərabərdirsə 4. Bərabər deyilsə də heç nə qaytarmamalıdır. Print s. Yoxlayaq, bir dəqiqə, yoxlayaq. Yəni maksimum elementi yoxlayıram mən. Maksimum funksiyanı istifadə edək. Deməli, burada ədədləri daxil edək. 4004, sonra 77, 71, 667, 123, 321, 421, 43, 9'lar və 13, 4, 1, 10. Belə 3 dənə. Hansı ədədlər olduğunu da tapa bilərik. Print x'i qaytarsın. Bunları belə eləyək. Copy. Bəli, tamamilə doğru qaytarır. Əslində bunun bir sətirlik həlli də var. Onu da yazmaq istəmirəm. Bu daha maraqlıdır. Bir sətirlik həlləriniz varsa, siz də qeyd edə bilərsiniz. Keçirik 14'ə. 14'də nə soruşulur? Tək və cüt rəqəmlərdən ibarət ixtiyari en natural ədədi üçün alt proqram nəyin geri... Bu şərt olduğu üçün... Yoxlayaq. Misal üçün vermişəm 1, 2, 3, 4. C bərabərdir 0'a. Bəli. While n'in 2'ye bölməsindən alınan qalıq 1'dirmi? Yox. Misal bitir birbaşa. Bu nə iş görür? Deməli, cüt rəqəmə qədər sonuncu soldan sağa cüt rəqəmdən sonraki tək rəqəmlərin sayını. Yəni, burada misal üçün 4 olmasaydı, misal üçün 123'ün 2'ye bölməsindən alınan qalıq 1'dirmi? Bəli, tək ədəddir. C üstəgə 1 olur, bu da olur 12. 12'nin 2'ye bölməsindən alınan qalıq 1'dirmi? Yox. Misal bitir. Aydın oldu. Deməli, sonuncu soldan sağa, yox, sonuncu soldan sağa tək rəqəmdən sonraki cüt rəqəmlərin sayını, yox, cüt rəqəmdən sonraki tək rəqəmlərin sayını. Cavab B bəndi. Daha yaxşı yazmaq olar amma bunu. Bu yaxşı versiyadır əslində, birbaşa dövrədən çıxır. Tutaq ki, cüt rəqəm yoxdursa. Yəni ilk cüt rəqəmdirsə, avtomatik olaraq belə. Daha qısa versiyanı yazmaq olar əslində. 12. 12 kimi misalları həlləmək üçün bura bizim funksiyamız. Funksiyada nə iş görür burada? Zaten həmişə bütün kitablarda da rastımıza çıxır ki, burada ədədi vurur, sonra ədəd üstə gəlir. Tutaq ki, burada 2 olsa, 2 faktorial tapır, düzdürmü? Və yaxud 3 olsa, hər dəfə 1, 2, 3'ü vurur burada. 3 faktorial tapır və P hasilini qaytarır. Burada da faktorialları cəmi verir. Deməli, elədirsə, deməli 1 üstə gəlinsin, yəni faktorialları cəmidirsə, n özü daxil olmaqla C variantı olur. Faktorialları cəmi lazımdırsa bizə, biz bunu bir sətirdə yaza bilərik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Vay, bunu yazmaqdan bunu nətər yazıb qutarım hemen. From matematika import faktorial, düzdürmü?
Deməli, cəm bərabər 0, əslində bir sətirlik həlli var. Modul qoşmaq üçün bir sətirlik olmur, düzdür? Modul sadəcə qoşuram da, burada nə var ki? Yazaram belə, print sum factorial x for x in range yazaram burada 1 və biraz da bu tərəfə keçək, int input n ədədini də daxil eləyək, plus 1 və salam. Tutaq ki 5 faktorial daxil etsəm, bu olmalıdır 153. 153 hardan əmələ gəlir? Onu nəzərə alaq. Baxın, 1 faktorial üstəgəl, 2 faktorial üstəgəl, 3 faktorial üstəgəl, 4 faktorial üstəgəl, 5 faktorial. 1 üstəgəl 2 üstəgəl 6 üstəgəl 24 üstəgəl 120. Deməli, bu eləyir 100, bu 30, bu 150, bu da 153. Baxın, buradan çıxır o. Belə. Bizim bir sətirlik həllimiz oldu. 15-ci sualda nə istəyirlər bizdən? Deməli, n bizdə string verilir. Bu stringlə yuxarı qalxırıq. Eğer boş stringdir, for s elementlərinə birbaşa müraciət edilir. Deməli, d üstə gəlsin, boşluq üstə gəl, d oldu. Sonra i-nin qiyməti olur i, sonra r artıq bu qiyməti aldığı üçün belə və sonra ümumilikdə r bu qiyməti alır m. Yəni, bu nə iş gördü? Verilən sətri əvvəlcə arxadan qabağa oxudu, mid, sonra da dim yazdı, olduğu kimi. Bu qədər şey yazmaqdansa biz yazarıq belə, n bərabərdir input, print n arxadan qabağa plus n belə. Bizim həllimiz belə olar. Dim belə, mid dim. Yəqin ki, aydın oldu. Bu həllərdən yəqin ki, məlum olmalıdır ki, sizə mənim dərslərim nə qədər effektli, nə qədər faydalı olduğunu bu kimi. Yəni, siz belə bir şeylər görəndə avtomatik misal üçün bunun qısasını fikirləşirsiniz, artıq həlli məlumdur bunun. Keçirik 16-ya. 16-dan nə istəyirlər? Heç nə, sadəcə olaraq funksiyaya qalxırıq yuxarı, elementləri qoyuruq yerinə, 2, 1, 4, 3. 2 böyükdürmü? 2 böyükdürmü 3-dən? Yox. Bura baxmıram artıq, end var deyənə, çünki hər iki tərəf doğru olmalıdır. A böyükdürmü C-dən? Yox. B böyükdürmü D-dən? Yox. Deməli, gəlirik else-yə. Yəni, elif şərti də ödənmədi. Deməli, 3 üstə gəlinsin, B vur C bizdə 4 eləyir, çıxılsın və 2. Bu nə qədər? 7, o da eləyir 5 cavab. Bu funksiyanın cavabı return 5 qaytardı bizə. 19-cu misal. 19-cu misalda bizdən nə soruşulur? Böyük hərfdirsə, böyük hərflərdirsə, həmən elementləri bura yığır. Yox, böyük elementlərin, indekslərini. Böyük elementlərin indekslərini. Əgər stringdirsə, bu indeksləri 0, 0 qaytarır. Sonra 0, 1, 2, 3, 4, 5, 6 və 7. 0, 5, 7 varsa bu bir dənə avtomatik budur. 6, 7, 8, 9, 10. Haradasa səhv eləməmişik. 6, 7, 8, buradadır. 9, 10, 11, 12, 13, bəli, cavab B variantıdır. Burada böyük hərflərin indekslərini yan bayan düzür. Başqa heç nə eləmir. Sonra, burada n və x natural ədədi üçün nə iş görür? Bu kimi misalları həlləmək üçün 3 dəfə dövr eləmək kifayət eləməlidir ki, sizə bu misalın cavabını başa düşəsiniz. Mən misal üçün belə tapıram. N-ə 3 verirəm. Tutaq ki, burada dövr icra olunacaq 3 dəfə. 1, 2, 3 qiymətlərində. I-nin 1 qiymətində 0 üstə gəlinsin x olur bu x. Burada da olur x kvadratı. I-nin 1 qiymətində. Düzdürmü? I-nin 2 qiymətində. Burada olur üstə gəlinsin x kvadratı, bu olur x kubu. I-nin 3 qiymətində də zaten məlumdur ki, B variantı olduğunu. daha doğrusu 20-ci sual. 20-ci sualda nə istəyirlər? Parametr kimi götürsə, ədədlər funksiyanın 2 dəfə bir qiymətini geri verər. Yoxlayaq.
Bu qiyməti götürsəm L1, burada da qalıq eləyir 5, bu da 5-siz. Yəni tam hissəni götürür. Böyükdürmü? Bəli. Qalıq olur bizə 4. Deməli 4 fərqlidirmi 5-dən? Bəli. L olur 0, N də olur 0. Yəni ta misal icra olunmur. Deməli bu nə iş görür? Rəqəmlər fərqlidirsə bu həmişə 0 verəcək. Deməli bütün rəqəmləri eynidirsə bu doğru cavab verəcək. O da yalnız bir variantda var. Bütün rəqəmlər eyni. Yəni bizdən soruşulur ki, rəqəmlər hamısı eynidirmi? Yəni rəqəmləri eyni olan ədədlərin sayını çapa vermək lazımdır. Bunu yoxlamaq üçün bizdə n bərabərdir. Tutaq ki, n bərabərdir yox, say bərabərdir 0. For x in input nöqtə split. If əgər n, daha doğrusu x nöqtə count, count sayıram, x sıfırıncı indeks bərabərdirsə, yəni sayı bərabərdirsə len x-ə, onda say üstəgəl bərabərdir 1, əks halda heç nə. Print s. Əslində bunu bir sətirdə də yazmaq olar, amma daha qəşəng görsənir. Deməli 1, 2, 3, 4, 5, sonra həmən ədədləri də verək 222, 4, 6, 8, sonra 7-lər, 1, 2, 3, 3, 2, 1, 402, 402 və 1, 4 dənə 0. Və tamamilə doğrudur bir variantı. Niyə? Çünki yalnız bir variantda rəqəmləri eynidir. Yazmaq olar belə. Növbəti. 18-ci misalda A verilib bizə string, B verilib və C, Z plus A, yəni bu, üstəgəlisi of Z və B. Split eləyəndə bunlar hərisi ayrı elementlər olacaq bizdə. Düzdürmü? Belə. Və salam, artıq məlumdur bu nə iş görürsə. Bunlar da ayrı-ayrı olacaq bizdə. Split, bu da ayrı olacaq. Deməli, burada nə iş görür? Gəlir burada bütün hərfləri balaca eləyir, lower. Count A, yəni sözün içərisində A sıfırdan böyükdürmü? Bəli. M olur həmən onun sayına. Sonra hexametionda var 2 dənə, 1, 2 dənə. 2 böyükdürmü? Bəli, bu olur 2. Centerdə yoxdur, respublikada yoxdur, off da yoxdur. Azərbaycanda 1, 2, bəli, 3 dənə var, 3 böyük olan. Yəni, ən çox A hərfi olan, hansı ən çox sözdə A hərfi varsa onu qaytarır. O da Azərbaycan sözündə var və 3 qaytaracaq cavab olaraq. Sonra, gəlirik 21-ə. Funksiya nəyi bildirir? Yoxlayaq. Yazıram misal üçün burada 8. K bərabər olur 4. 4-ün üstündə 1 gələndə eləyir 5. İ'nin qiymətləri olacaq 1, 2, 3, 4. Deməli, S də olur bizdə 8. Deməli, N'in İ'yə bölməsi alınan qab, 1'ə bölməsi alınan qab 0, bəli, 1 üstə gəlsin, sonra 2 üstə gəl, 3 yox, 4. S də bizdə 8-dir, onu da nəzərə alaq, 8. Və misal bitir də. Bu nə iş görür? Ədədin bölənləri cəmi tapır və salam. Bölənlərlə bağlı mənim video dərsim var kanalımda. Oradan izlə bilərsiniz bölənləri necə tapırlar və bunun daha qısa versiyasını. Yəni hər bir şeyi burada izah eləməyim, hazırın naziri olmayın deyir. Deməli, 21-ci sualda verəm. Gəlirik 22-ci suala. Bu çox uzundur ki. Deməli, yuxarı baxaraq funksiya nə iş görür? Qalığı bölür. Sonra bu yazılış həmişə mənə şagirdlərimə deyirəm ki, bu yazılış əgər qalığı əvvəl burada tapırsa, sonra T0 olub, burada ona vurub, qalığı gəlirsə, deməli, ədədi arxadan qabağa çevirir. Sonra da burada görürəm ki, ədəd onun arxadan qabağa çevriləndə, yəni palindrom olub olmadığını yoxlayır. Palindrom ədədləri soruşur. Bu palindrom deyil, bu palindromdur, bu deyil, budur və budur. Bunların sayı da eləyir 3 dənə.
Palindrom ədədlərlə bağlı da səhv eləmirəmsə video dərsim olmalıdır. Ora baxıb həll eləmək daha məqsədə uyğundur. 26-cı sual. Yəni bunun əslində bir sətirlik həlli var. Bu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 13 sətirlik bir misalın bir sətirlik həlli var kanalımda. Deməli, funksiya rekursiv funksiyadır. Yəni, funksiya daxilində funksiyanı çağırır. Burada əvvəl 3-ü qoyur. 3 böyükdürmü? Yox. Return bizdə, yəni x bu şərti yerinə yetirmədi. Ona görə, bir dəqiqə sorayım. Böyükdürmü? Yox. Burada olur 9. 9 artıq böyük olduğundan, artıq bu funksiya 3 cavabının cavabı oldu bizə 9. 9-u qoyuruq bura. Funksiya 9 ilə qalxırıq. 9 böyükdür, bəli bu olur 13. Düzdürmü? Sonra 13 ilə olanda deyil, 17 ümumilikdə funksiyaların, yəni iç-içə funksiyaların cavabı oldu 17. Və salam. Sonra burada nə iş görür? 1. Funksiya n, burada n tutaq ki 5-dir, 5 böyükdürmü? C1, bu da eləyir, tutaq ki 0. 0 böyükdürmü? 0-dan yox. Tutaq ki, əgər bir ədəddə olmasa, mən spesial verirəm belə ədədləri, misal üçün verirəm 123. Düzdürmü? 123 verəndə böyükdürmü? Bəli, C olur 1, bu da olur 12. Böyükdürmü? Bəli, bu olur 2, bu olur 1. 1 böyükdürmü? Bəli, bu olur 3, bu da olur 0. 0 böyükdürmü? Yox. Nə iş gördü? C-ni tapır da, rəqəmlərin sayını tapır. Rəqəmlərin sayını tapırsa, rəqəmlərin sayını geri qaytarır. Bu D variantına uyğun gəlir. Sonra ikinci. Deməli, tutaq ki 123 verirəm. 123 fərqidirmi? Bəli, C üstə gəlsin. Bu qalıq tapıb sonra bunu eləyirsə, deməli qalığı cəmin üstünə gətirirsə, rəqəmləri cəmi tapır. Rəqəmləri cəmini geri qaytarır. Bu da C variantına uyğun gəlir. Rəqəmləri cəmi, rəqəmlərin sayını tapmaq bu kimi misalların daha qısa optimal versiyaları kanalımda misal həllərində var. İzləyib yararlana bilərsiniz. 23-cü misal. 23-cü misalda Python dilində tərtib olunmuş proqram nəticəsi müəyyən edin. Yoxlayaq. Funksiya nə iş görür? Hər bir rəqəmi 4-ə vurur, üstünə 1 gəlir. Onların da cəmini tapır. Yaxşı. Deməli, bu ədədləri hər birini 4-ə vururuq. Bir üstünə gəlirik. Nə qədərlir? 4 vur 2, 8. Üstə gəl 1 eləyir, bu 9. 4 vur 1, 4. Üstə gəl 1 eləyir, 5. 4 vur da 16. Üstə gəl 1 eləyir, 17. 20, bu da eləyir, 21. Bunların cəmi nə qədərlir? 30, bu da 42. Belə. 24-cü misal. Yenə də iç-içə funksiyalardır. Yoxlayırıq bunu. Geri qoyuruq 2 və 1. Y bərabər bizim nə qədər olur? 1 vurulsun 2, 2 üstə gəl 2 eləyir 4. Sonra 2 üstə gəlsin 4 eləyir 6. Bunların da cəmi eləyir 10. Yerinə qoyuruq 10-u və 2 və 10-dan qalxırıq artıq yuxarı növbəti də. 10 vur 2, 20. Üstə gəl 2, 22. Düzdürmü? 2 üstə gəl 22 eləyir 24. Bunların cəmi də eləyir. 22 üstə gəl 24 də eləyir bizdə 46. Belə. Növbəti 25-ci. Bu zaten məlumdur. Yenə də faktoriala gətirib çıxarır bizi. Yerinə qoyuruq. 6 kiçikdirmi? Bəli, burada 6 vurulsun F5 falan. Belə rekursiv funksiya kimi. Rekursiv funksiya olaraq geri qayıdır və bütün faktorialları, daha doğrusu klaviaturla daxil etdiyiniz ədədin faktorialını qaytarır. O da 6 faktorial 720. Bu da belə. Növbəti 28-ci sual. Elementləri klaviaturla daxil olmuş L siyahısının 3 rəqəmli olan sadə ədədlərin cəmini çap edən proqramı Python dilində yazın. Yoxlayaq. Bunun üçün sadə ədədləri tapmaq üçün funksiyadan istifadə edəcəm. 3 rəqəmli olduğu üçün artıq mən ədədin birdən böyük olub olmadığını yoxlamıram. Birbaşa for in range yazıram burada. 2-dən çox da uzağa getməsin deyə yazıram burada. Ədədin yarısına qədər bəyəni yoxdursa o tərəfi də yoxdur. Yazıram burada int
x və ondan kök alıram 0,5-ci dərəcədən plus 1. Bunu nəzərə almaq lazımdır. If əgər x qalıq i bərabərdirsə 0-a, onda return mənə qaytarsın false, yəni bu sadə ədəd deyil. Əks halda return qaytarsın mənə true. Sonra deməli bizdən cəm bərabərdir 0 for x in input nöqtə split ədədləri da arasında boşa qoymaqla daxillirik. Bundan sonra yoxlayıram. If əgər len x bərabərdirsə 3-ə, bizdən 3 rəqəmləri soruşurdu da. 3-dürsə and funksiya int tam ədəd eləməliyəm int x-də. Mənə doğru cavab versə, onda cəm üstəgəl bərabərdir int x. Əks halda heç nə. Print cəm. Belə yazmaq olar. Əslində bunun bir sətirlik həlli də var. Bir sətirlik həlli sizi maraqlandırırsa, kanalımda buna aid video dərslərim var. Oradan yararlana bilərsiniz. Bu tip, yəni bir sətirlik həlli izah eləmişəm, səhv eləmirəmsə, qəbul sualların izahında, keçən ilin qəbul sualların optimal həlləri videosunda var. Bu da belə. Keçirik, bu 28 oldu. 29. Klaviaturun daxil edilmiş S ədədində təkrarlanmayan unikal simvolların sayını geriyə qaytaran proqramı rahatdır, çox rahatdır bu. Yəni təkrarlanmayan deyirsə, yəni sayı 1-ə bərabərdirsə. Deməli, S bərabərdir input string veririk, düzdürmü? Sonra əslində bunun da super bir formada həlləri var. Onları mən indi yazmıram burada. Sayda misal üçün cəm kimi yazıram burada. For x in S sətrinə müraciət edirəm. Deməli, if əgər mənə gələn element S sətrində count x bərabərdirsə 1-ə, onda cəm üstəgəl bərabərdir 1. Əks halda heç nə. Print cəm. Belə. Yüngülvari belə. Qısa konkret belə yazmaq olar. Iyirmi 9-cu sualın cavabı da belə. 30. 16-lıq say sistemi verilmiş ədədi ikilik say sisteminə çevirən proqramı Python dilində yazın. Deməli, 16-lıq say sistemində verilmiş ədədi ikilik say sisteminə çevirmək üçün əslində biz misal üçün say sistemlərindən indi məlumdursa bilmirəm sizə, yəqin çoxunuza məlum. Misal üçün 16-lıq say sistemində tutaq ki 16 veriləndə bunun ikilik qarşılığı necə yazırıq? 2-nin tutaq ki belə yazırıq, 1-in kodu bu belədir və 6-nın kodu da belə, düzdürmü? Qabaqdakı sıfırları nəzərə almasaq bizə qaytarmalıdır belə, düzdürmü? Və yaxud A və B verəndə A-nın kodu 1010, B-nin kodu da 1011, düzdürmü? Siz indi yazacağım həlli yalnız mənim kanalımda görə bilərsiniz, belə bir həlli qaydası ki, mən ta 16-lıqdan təzdən qayıt 10-luğa, sonra nə bilim bunu ikiliyə qalıqlı böl, yox, belə çox uzun gedəcək proses, başa düşürsünüzmü? Sonra onların tapmaq söhbətləri var falan. İndi bunu daha qısa yazmağa çalışacağım. N bərabərdir, yəni əlavə belə qalıqlı bölmələr falan eləmədən. Hər bir kodun ikilik qarşılığını yazıram 16-lığın. 16-lıqda hər bir elementin 4 dənə 0, düzdürmü? 0-ın kodu. 0-ın kodu. Sonra 1-in kodu bizdə 0001, düzdürmü? Sonra 2-nin kodu 0010, düzdürmü? Deməli, 3-ün kodu 0011, bu da belə. 4-ün kodu 0100, belə. Sonra 5-in kodu 0101, belə, düzdürmü? Deməli, 01106-nın kodu hər dəfə üstündən 1 gəlirəm. 7-nin kodu deməli 0, 3 dənə 1, 8-in kodu bizdə 1 və 3 dənə 0, 9-un kodu 101, belə. 10-un kodu
Deməli 1010. Sonra 11'in kodu 1011. 12'nin kodu 1100. 13'ün kodu 1101. 14'ün kodu 1110. 15'in kodu da məlumdur ki 4 dənə 1. Düzdürmü? Sonra n bərabərdir. N bərabərdir 1 dəyişəndə daxilliyim. 16'lıq say sistemi rəqəmlərini daxil edirəm. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Düzdürmü? A, B, C, D, Y, F. Düzdür? Sonra 16'lıq say sistemi ədədini daxil edirəm. Burada böyük hərflər yazdığım üçün bura artıq daxil etməyəcəm. S bərabəri boş string verirəm. Niyə? Çünki bunların ikilik qarşılıqlarına üst-üstə gələcəm. For x in input və nöqtə upper eləyəcəm burada. Niyə? Çünki yuxarıda mən burada elementləri böyük hərflə yazmışam. Birdən kiçik hərflə olsa mənə doğru cavab verməyəcək. Sonra S üstəgəl bərabərdir. Artıq ikilik qarşılıqlarını mən listdən çağıracağım. Fikir verirsiniz həllimə. Deməli, oradakı elementin çağırmaq üçün mənə gələn element n listinin içində m.index elementin indeksini qaytar. Burada həmən indeksdəki element də məndə olacaq m listinin içindəki indeksdəki element, belə deyək. Tutaq ki, mən A daxil etsəm, A-nın indeksi 10'dur. 10-cu element də bizdə bu element olacaq. Aydındır? Məsələn, print. Bir şey var ki, birdən biz 1, 5 verəndə qabaqdakı sıfırları necə silək? Onun üçün S nöqtə bizdə strip adlı belə bir funksiya var. Yəqin ki, xəbəriniz var bundan. Stripdə də left strip yazacağım. Yalnız soldakı sıfırları silsin mənə. Fikir verirsiniz? İndi yoxlayaq. Yazıram misal üçün 1, 6, tutaq ki, bayaqki kimi. Tamamilə doğru işləyir. Fikir verirsiniz? Super işləyir. Heç bir çətinlik çəkmədən. Yazıram A, B balaca hərflərlə də. Əla. Yəni biri var ki, mən qalıqlı bölmələr falan eləyib, əvvəl 16'lıqdan qayı, sonra 2-yə böl. Bu mənim çox vaxtımı aparacaq. Amma belə yazılış mənə görə daha yaxşıdır. İstənilən bir ədəd üçün artıq keçərlidir bu. Misal üçün FF yazsaq bizdə bütün birlər verəcək. Fikir verirsiniz? Misal üçün FCA yazsaq yenə də doğru cavab verəcək. Və yaxud misal üçün F1A versəm, fikir verirsiniz, F'in kodu belə, yəni sağdan sola 4 ayıranda artıq yenə də eyni bir cavab almış olacağıq. Bu da səhv eləmirəmsə 30-cu sual. Gələn dərsdə inşallah sizə növbəti misalları izah edəcəm öz performansında. Fikir və təkliflərinizi kanalın şərh bölməsində bildirə bilərsiniz. Paylaşmağı, dəstəyinizi əsirgəməyin. İnşallah növbəti sınavlarda daha maraqlı formalarda izah etməyə çalışacağım sizlər üçün. Sağ olun. Yenə də qeyd edirəm. Nə fikriniz olsa, nə çətinliyiniz olsa, nə misallar lazım olsa qeyd eləyin. Mən onların çalışaram vaxt eləyib izahını verim. Sağ olun.